Hər kəsi salamlayıram. Bugün böyük ölçülü, ağızda əriyən, çox ləzzətli və yumyumuşaq ballı tortun hazırlanmasını sizlərlə paylaşıram. Bu reseptlə hazırlasanız, tortun korjları günlərlə qalsa belə, eynən tort dükanlarında satılan korjlar kimi yumyumuşaq olacaq. Keçək hazırlanmasına. Tortu hazırlayacağım qaba 4 yumurta, 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Stəkan ölçüm 200 ml-dir və yaxşı qarışdırıb ocağın aşağı xodunda şəkər əriyənə qədər qarışdırıram. Sonra üzərinə 2 xörək qaşığı bal və 130 qram kərə yağ əlavə edirəm. Qarışdırmağı isə qətiyyən dayandırmıram. 1 çay qaşığı yarım sodanı sirkədə həll edib söndürüb bura əlavə edirəm. Kütlənin rəngi biraz dəyişənə və smetana bənzər hala gələnə qədər dayanmadan qarışdırıram. Baxın, artıq kütlə bu cür olduqda ocağı söndürürəm və üzərinə 200 ml stəkanla 4 stəkan ələnmiş un əlavə edirəm. Una əvvəlcədən 1 paket vanil və 1 çimdik duz əlavə etmişəm. Xəmiri kənarda qaynamağa qoyduğum suyun buxarının üzərinə yerləşdirirəm və biraz qarışdırdıqdan sonra qapağını örtürəm ki, biraz damda qalsın. Ümumilikdə 9 kündə alındı. Kündələrin üzərini salfanla örtüb qoyuram kənara. İnanın, tort günlərlə qalsa belə yenə də yumyumuşaq olur. Sizlər də bu cür karamel rəngində ləzzətli, yumyumuşaq və böyük ölçüdə ballı tort hazırlamaq istəsəniz, videoya ətraflı şəkildə baxmaq üçün videonun aşağısındakı başlığa toxunub keçid edərək izləyə bilərsiniz. Göz haqqınızı halal edin, kanalıma abunə olub bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, sağlıqla qalın.